Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən Kamil müəllim yenə də YouTube kanalımda sizin üçün bir test çalışmasını izah eləməyə çalışacağam. Qeyd edeyim ki, bu tapşırıq Azərbaycan dili ilə bağlıdır və sualımızın izahına keçməmişdən öncə hər birinizdən xahiş edirəm ki, kanalıma abunə olasınız, videolarımı bəyənib şərhlər yazmağı unutmayın. Kanalım Azərbaycan dili öyrənən, ədəbiyyat öyrənən hər kəs üçün maraqlı bir kanaldır. Və kanalımı daim izləyin. Tez-tez kanalımda belə paylaşımlar və deyək ki, mövzu izahları olacaqdır. Başlayaq sualımızın izahına. Demək, sualda bizdən nə soruşur dostlar? Deyir ki, nümunələrdəki fərqləndirilmiş sözlərlə bağlı uyğunluğu müəyyən edin. Bizə 3 cümlə verib gördüyünüz kimi və bu 3 cümlənin hər birində fərqləndirilmiş söz var. Baxın, bu birinci sözün alt cümlədəki sözün, ikinci cümlədəki və üçüncü cümlədəki hər bir sözün altından mən bir düz xətt çəkirəm və başlayıram oxumağa. Dünən gödəkçəmi qayığın deşiyinə tıxadım. Baxın, burada tıxadım feilidir. Bununla bağlı olan fikirləri gəlin oxuyağın. A bəndində yazır ki, tərkibindəki qrammatik şəkilçi zaman şəkilçisi ilə amonimdir. Həmin sözü yazıram bura. Sözün kökü tıxa feilidir. D burada keçmiş zamanın şəkilçisidir. M da şəxs sonluğudur. Deməli, burada zaman şəkilçisi özü D-dır. Yəni, bu başqa bir zaman şəkilçisi ilə amonim olası deyil. Digər qrammatik şəkilçidən M-dır. Belə bir zaman şəkilçisi yoxdur ki, onu ilə amonim olsun. Yəni, birinci sözə A düz gələ bilməz. Ancaq B-də yazır ki, xəbər şəklindədir. Tıxadım sözündə zaman şəkilçisi D olduğuna görə bu xəbər şəklindədir. Ona görə, bax, B-ni yazıram bura. Qaldı ki, icbar növdədir. İcbar növdə olsaydı, burada bir leksik şəkilçisi olardı, o da yoxdur. Məlum, daha doğrusu məchul növdədir yazıb. Məchul növün şəkilçisi yoxdur burada. İki leksik şəkilçisi də işlənməmiş. Deməli, birə uyğun gələn fikir oldu nə? B. İndi yazırıq ikinci bir feili. Feildə yazır ki, deyir ki, əgər bu əşyalar sənə gələcəkdə lazım olmayacaqsa, tulladım. Tulladım sözüdür. Burada sözün kökü tullamaq feilidir. Burada əslində T leksik şəkilçisi D-yə çevrilib. Tulla, tullat leksik şəkilçisidir. M da burada xəbərlik şəkilçisidir. Mən tulladım. Bu söz birinci şəxsdə, özü də əmr şəklindədir. Özümə əmrdir. Tulladım, tullat, tullatsın. Bu şəkildə şəxsə görə dəyişmək olar. Deməli, bu feil əmr şəklindədir və birinci şəxsdədir. Baxalım. Tərkibindəki qrammatik şəkilçi zaman şəkilçisi ilə amonimdir yazıb. Yəni, burada da qrammatik şəkilçi M-dir. Belə bir zaman şəkilçisi yoxdur. Yəni, bura A düz gələ bilməz. B birinci cümləyə uyğun gəldiyi B-yə baxmırıq. İcbar növdədir. Yəni, burada icbar növdə D və yaxud T-dır belə şəkilçilər olur və bir subyekt işi digər subyektə icra elətdirir. Əgər bu əşyalar sənə gələcəkdə lazım olmayacaqsa, deyir, tulladım. Yəni, özüm tullamıram da başqasına məcburi şəkildə bu işi icra elətdirirəm. Ona görə burada tulladım feili doğrudan da icbar növdədir. Məchul növdə deyil artıq. İki leksik şəkilçi işlənib, fikirdə səhvdir. Gördüyünüz kimi bir leksik, bir qrammatik şəkilçi işlənib. Deməli, ikiyə də uyğun gələn fikir C fikri oldu. Keçirik, deməli, üçüncü bir feilimizə. Mən atılmış bəndəyəm. Burada söz atılmış sözüdür. Yazırıq bunu. Atılmış bəndə. Burada sözün kökü atmaq feilidir. Il leksik şəkilçisi var. Mış da burada qrammatik şəkilçidir. Və atılmış sözü cümlə daxilində necə bəndəyəm, hansı bəndəyəm, necə sualına cavab verir. Deməli, buradakı mış şəkilçisi feili sifətin qrammatik şəkilçisidir. Sualdan bilirik. Deməli, A-da yazır ki, tərkibindəki qrammatik şəkilçi zaman şəkilçisi ilə amonimdir. Bəli, buradakı mış feili sifət şəkilçisi, keçmiş zaman şəkilçisi mışla qrammatik amonimdir. Aydınmı? A düz gələcəkdir 3-ə. Sonra, deməli, ABC getdi. Gəlir D-yə. Məchul növdədir. Atılmış bəndə kimsə tərəfindən atılıb. Həm də atılmaq sözündə bir il leksik məchul növün şəkilçisi işlənmişdir. Deməli, məchul növdədir. D-ni da yazırıq 3-ə. Aydındırmı? Və Y-yə baxaq. İki leksik şəkilçi işlənib. Gördüyümüz kimi, bax, burada tıxadım sözündə də tıxadı və M leksik yoxdur. Tulladım sözündə tulla, tullat bir leksik şəkilçi var. Atılmış sözündə bir dənə il leksik. İki leksik şəkilçi heç bir sözdə yoxdur. Ümumiyyətlə, bu heç birinə uyğun gəlmir.
Deməli, bizim bu testimizdə 1-ə uyğun gəldi B, 2-yə uyğun gəldi C, deməli 3-ə də uyğun gələcək nə? 3-ə də uyğun gəldi A ilə D. Baxaq. Deməli, 1-də B, 2-də dediyimiz kimi C, 3-də də A ilə D. Bu hansı variant olacaq? Y variantı. Deməli, bəli, bu testimizin doğru cavabı Y variantı götürülməlidir. Dəyərli izləyicilərim, videoma baxdığınıza görə hər birinizə təşəkkür edirəm. Uğurlar.